Bugünkü qonağımız yazıcı, dramaturq Pərvin Nurəliyevadır. Bəzən deyirlər ki, Azərbaycan dilində filan sözün qarşılığı yoxdur. Buna görə də rusca, ingiliscə, bəzən də Türkiyə türkçəsində olan sözlərdən istifadə edirlər. Bu bizim dilimizin kasadlığı ilə bağlıdır, yoxsa bilməməyimizlə bağlıdır? Ümumiyyətlə sizin bu ilə bağlı fikirlərinizi öyrənmək istəyərdik. Mən hesab edirəm ki, dili zənginləşdirməyimiz mümkün deyil. Yəni dilimiz öz-özlüyündə qədimlərdən gələn onun zəngin bir lüğət tərkibi var. Amma ayrı-ayrı deyək ki, insanların, peşə sahiblərinin, gənclərin nitqinin zənginləşdirməsi yolunda hansısa mübarizələr aparmağımız, sizin gördüyünüz iş kimi təbliğat işləri görməyimiz mühümdür. Və o ki qaldı hansısa sözlərin Azərbaycan dilində qarşılığının olmamasına, ola bilsin ki, məsələn, Azərbaycan dilində bugün texnikanın, internet əsrinin, sosial şəbəkələrin geniş yayılması ilə, hər gün yeni terminlərin dilə daxil olması ilə bağlı olaraq, ola bilsin ki, hansısa sözlər dilimiz üçün ənənəvi, yəni leksikonumuzda olmaya bilər. Məsələn, əgər indiyə qədər Facebook platforması 21-ci əsrə qədər, 21-ci əsrin ilk 10 illiyinə qədər Facebook platforması yox idisə və həmin platforma ətrafında yaranan hansı terminlər yox idisə, indi həmin terminlərin Azərbaycan dilində olmaması, yaxud qarşılığının bir qədər axtarılması çox təbii bir prosesdir. Buna son dərəcə deyək ki, ağrılı yanaşıb dilimiz kasıbdır deməyimiz doğru deyil. Təbii ki, həmin dildə daha çox da bu terminlər ingilis dilində yaranır. Daha sonra ruscada, türkçədə bu terminlərin hansısa qarşılıqları tapılır. Yaxud da həmin o ingilis dilində deyilən terminlər müəyyən mənada başqa dillərə az-çox uyğunlaşdırılır. Bir beynəlmiləl söz kimi, dırnaq arasında deyilmiş bir termin kimi istifadə olunur. Hətta bəzən jargon kimi istifadə olunur. Mən fikirləşirəm ki, buna son dərəcə belə ağrılı yanaşmaq lazım deyil. Bu dil özü bir təbii prosesdir. Zaman keçdikcə artıq bu sözlərin qarşılığı tapılacaq. Necə ki, xatırlayırsınızsa, Instagram deməli sosial şəbəkəsi başlayanda hər kəsin storylər dediyi bir, yəni story bölümünə bir Azərbaycanın cəm şəkilsini artırıb storylər deyə ifadə edirdik. İndi isə artıq dilimizdə çox aktiv işlənir. Mən hətta gənclərin paylaşımlarında görürəm, hekayə bölümündə, hekayə qismində və s. Məncə bu zamanla tapıla biləcək terminlərdir. Təbii ki, hansısa deyək ki, bir əşya, dil var olanın adını qoyur. Hansısa bir əşya, hansısa bir hadisə bugünə qədər olmayıbsa, indi yaranıbsa, onun adının yaranmağı əgər bir prosesdirsə, xalq tərəfindən bu adın, bu terminin qəbul olunmağı daha mükəmməl və daha doğrusu mürəkkəb bir prosesdir ki, zaman-zaman dilin aktiv leksikonuna keçməsi üçün bir qədər vaxt tələb olunur. Bəs sizcə fərdlərin, yəni gənclərin, fərqi yoxdur, tələbələrin, şagirdlərin öz dilini zənginləşdirməsi üçün ən çox hansı üsullardan istifadə etmələri daha məqsədə uyğundur? Heç şübhəsiz ki, ilk növbədə mütaliədir. Mən bunu hətta yeni biz təhsil almağa başlayanda müəllimlərimizin hansısa tələbələr belə çox nidalardan, yersiz hansısa alaq ifadələrdən istifadə edəndə, hər sözdən bir deməli, belə ifadələrdən istifadə edəndə müəllimlərimizin dediyi söz mənə həmişə qəribə gəlirdi. Deyirdilər ki, get kitab oxu biraz, hətta biraz belə hökmlə gənclərə məsləhət görürlər. Get sən biraz kitab oxu və mən hər zaman o dövrdə, yəni mütaliə problemim olmadığı üçün və uşaqlıqdan kitab oxuduğum üçün mən hər zaman çox qəribə gəlirdi ki, bu insan gəlib 19-20 yaşına çatıb və bundan sonra ona məsləhət verilir ki, sən get kitab oxu. Yaxşı, 19-20 yaşdan sonra bu başladı, 2 kitab oxudu, nə dəyişəcək bunun dilində? Sonra mən özüm müəllim olanda bunun effektini görməyə başladım. Eyni şəkildə müəllimlərimin verdiyi məsləhətləri verirdim ki, get kitab oxu və mən görürdüm ki, nəinki insan danışıq tərzi, səsinin ifadəsi,
dəyişir. Hətta gözünün baxışı bilirsiniz dəyişir, dərinləşir, özünə inamı, güvəni, bədən dili dəyişir və bu mənada birinci və başlıca deməli heç bir şübhəsiz, yəni şəksiz olan bir üsul məhz budur ki, çoxlu mütaliə etmək. Amma burada başqa bir şərt də, vacib şərt də nə oxumaqdır. Yəni məsələn bizim yeni nəsil gənclər çox sevirlər motivasiya ədəbiyyatını, amma bu motivasiya ədəbiyyatı da tərcümə ədəbiyyatıdır, elə deyilmi? Və bu tərcüməçilər kimlərdir? Bunlar nə qədər Azərbaycan dilinin qanunlarına tabe olublar, nə dərəcədə edə biliblər bunu? Bu artıq yəni sual altındadır. Təbii ki, yaxşı tərcüməçilər də var, amma onu da danmayaq ki, çox uğursuz tərcümələr də çoxdur, hansını ki heç yəni nitq sarıdan problemi olmayan adam belə onları oxuya bilmir. Yəni başlayırsan oxumağa, görürsən ki, sanki bu Azərbaycan dilində deyil, oxumaq olmur. Ona görə kitabların rolu çox böyükdür, amma seçimlər də dəqiq olmalıdır. Mən bir çox gəncdən bu fikri eşidirəm ki, tərcümələr yetərincə qanunedici, qənaətbəxş deyil. Yəni hansısa bir şəxs bir dili bilir deyə o kitabı tərcümə eləmək səlahiyyəti o insana verilməməlidir. 100%. Ona görə ki, Azərbaycan dilinin ruhunu qorumur, sadəcə sintaksis qanunlara, yəni sintaktik qanunlara əməl eləyərək cümlə qurmağa çalışır və burada da tamamilə ruhsuz bir kitab, ruhsuz cümlələr yaranır. İnsan oxuyur və deyir ki, ola bilməz ki, bu yazıcı istər bədii ədəbiyyat olsun, istər sizin dediyiniz kimi şəxsi inkişaf kitabları olsun, ola bilməz ki, burada bu yazıcı, müəllif belə bir cümlə işlətsin də, bu ruhu ölmüş bir cümlədir. Ona görə də sizin dediyinizi yəni tamamilə qatılıram və həm də əlavə eləmək istəyirəm ki, bu həqiqətən həssas mövzudur. Yəni insanlar deyir ki, tərcümədir də oxuyursan, amma keçən dəfə belə bir şey baş verdi. 1976-cı ildə və 83-cü ildə tərcümə olunan eyni kitab var idi alman dilindən. İndi kitabın adını deməyəcəm çünki tərcüməçilər onda bilinəcək kimlərdir. Biz evdə oturduq, ikisini də vərəqləməyə başlayırıq. Görürük ki, bəzi cümlələr ancaq dır, ancaq eyni cür bitir. Bəzi cümlələr amma yəni Azərbaycan dilinin ruhunu qoruyaraq qurulub və həqiqətən də axıcı gedir. Yəni bu da onu göstərir ki, tərcüməçi də ən azı yazıcı qədər həssas yanaşmalıdır. 100% razıyam tam sizinlə və burada ciddi şərtlərdən biri odur ki, tərcüməçinin bədii mətn yaratmaq istedadı olmalıdır. Eyni hadisəni belə yerdə yəni sual yaranır ki, necə ola bilər ki, hər kəs bir hadisəni danışa bilər. Amma yazıcı istedadı nədir? Yazıcı istedadı həmin hadisəni bədii formada, obrazlı şəkildə təqdim etməkdir və bu şəkildə təqdim olunan mətn insana, onun duyğularına xitab eləyir, ona təsir eləyir. Əks halda quru bir dillə, protokol bir dillə, iclas deyək ki, intonasiyasında, üslubunda bir mətn hadisə təqdim oluna bilər və bu insanda sadəcə faydası ola bilər ki, çox gözəl yuxu gətirə bilər, deyək ki. Yəni bu insanda çox belə heç bir duyğu oyatmaz, yaddaşda qalmaz. O mənada və əvvəlki illərlə müqayisəni söylədiniz. Nə qədər acı olsa da bunu etiraf etməliyik ki, əvvəlki illərdə tərcümə işinə bir deyək ki, dövlət siyasətinin tərkibi kimi baxılırdı. Yəni hansısa əsərlərin tərcüməsi və oxucuya təqdim olunması çox ciddi bir ideoloji iş hesab olunurdu və bunun arxasında heç şübhəsiz ki, ilk tələb peşəkarlıq idi və o peşəkarlığın da əsası bədii istedadın var olmasıdır. Yaradıcı qüvvə var idi. Əlbəttə ki, mütləq bədii istedadın var olmasıdır və hər sənətkarın da özünün üslubu var. Məsələn, çox peşəkar tərcüməçilər var ki və onu da deyək ki, daha çox bu tərcüməçilər yazıçıların arasından çıxır. Məsələn, yazıçılar olur ki, onlar özlərini həm də dilin imkanlarını yoxlamaq baxımından özlərinə şərt qoyurlar ki, məsələn, baxın mən Çexov kimi bir sənətkarı tərcümə edə bilərəm, Platonov kimi qəliz dili olan bir sənətkarı tərcümə edə bilərəm. Yəni bu indiki dövrün o maşınların tərcüməsindən xeyli fərqlənən bir üsuldur təbii ki. Bayaqlarım story haqqında danışdınız. Dediniz ki, story indi hal-hazırda storylər deyə deməyə başlayıblar. Ümumiyyətlə dilimizi zənginləşdirmək üçün yeni sözlərlə əlavə etmək, yaratmaq olar ümumiyyətlə?
Təbii ki, əlbəttə bizim dilçilik institutu bununla məşğul olur. Etiraf eləyək ki, bəzən bu yeni sözlər kütlə tərəfindən təbəssümlə qarşılanır. Çünki öyrəşmədiyimiz sözlərdir. Mən də zaman-zaman oxuyanda, yəni hansı məntiqlə bu sözlər yaranıb deyə sual yaranır məndə, sual doğurur bu məqamlar. Amma eyni zamanda da mən fikirləşirəm ki, bu çox təbii bir prosesdir də. Məsələn, hansısa sözlər zamanında işıqfor sözü yarananda, bəlkə də həmin dövrün məsələn bizim bir çox sənətkarlarımız yeni sözlər yaradıblar. Onlardan biri də Rəsul Rzadır. Məsələn, işıqfor sözü yarananda bəlkə də həmin dövrün gəncləri svetofor sözünə alışdıqları üçün işıqfor nədir deyə bunu təbəssümlə qarşılayıblar. Amma baxın bu gün tam bir ümumiləşdirək sözə çevrilib. Yaxud da zamanında çimərlik sözü yarananda çimərlik sözünün əvəzinə plaj işlənirdi və s. Çimərlik sözü yarananda insanlarda sual yaranır ki, çimərlik nədir? İstənilən halda hər bir yenilik cəmiyyət tərəfindən və elə ayrı-ayrı fərdlər tərəfindən də birinci stadiyada, birinci mərhələdə biraz qəribə qarşılanır ki, necə yəni? Amma onun artıq dilin aktiv lüğət tərkibinə hopması üçün mən hesab edirəm ki, bir də bədii ədəbiyyatın o sözləri belə sıx-sıx işlətməsi lazımdır. Bədii əsərlərin vasitəsilə bu sözlər xalqın malına çevrilə bilər. Belə bir fikir oxudum keçən dəfə. Deyir ki, yeni sözlərin gülüş obyekti olmaqdan çıxıb dilimizə keçmək üçün işlədilməsi lazımdır. Tamamilə doğru. İnsanlar buna alışmalıdır, bunu görməlidir, eşitməlidir, oxumalıdır. Yəni buna qulağımız öyrəşməlidir ki, bu sözlər bizə gülünc gəlməsin ya da gülüş obyekti kimi gəlməsin. Mən fikirləşirəm ki, hər nə qədər bu istiqamətdə işin getdiyini desəz də, sanki biraz bizdə bu ləng gedir. Buna görə də bu yeni terminlərin, yeni sözlərin yaranmasından əlavə biz öz dilimizdə olan normal sözləri də istifadə edə bilmirik bəzən. Hələ bu istiqamətdə, yəni bu yöndə sual vermək istərdim ki, bir var yeni terminlər, siz buna qəşəng açıqlama gətirdiniz, istər Facebookla, Instagramla bağlı, yeni texnologiyalarla bağlı. Bəs normal gündəlik işlətdiyimiz sözlərin gənclərimiz tərəfindən qarşılığının tapılmaması, bilinməməsi, normal sürətli cümlə qurulunda danışanda nitqdə bu sözlərin yerinə rusca, türkçə sözlərin istifadə olunması nədən irəli gəlir və yenə də ilk suala qayıdıram ki, bu bizim dilimizin, siz dediniz ki, bu qədər böyütməyək, bu qədər vahiməli bir vəziyyət deyil. Kasad olmağından irəli gəlir, yoxsa gənclərimizin Azərbaycan dilini yaxşı bilməməyindən irəli gəlir? Mən hesab edirəm ki, Azərbaycan dilini yaxşı bilmək üçün ilk növbədə Azərbaycan dilində gözəl əsərlər oxumaq lazımdır və burada bir neçə şərt var, yəni bir neçə yöndə, istiqamətdə çalışmalarımız lazımdır. Birincisi məktəb. Məktəb çox ciddi bir vacib bir meydandır bir insanın şəxsiyyətinin formalaşması üçün. Məktəb mütaliə vərdişini yaratmaq üçün şagirdlərlə iş aparmalıdır. Məsələn, yeni təhsil metodlarına görə artıq uşaqlar şeir əzbərləmirlər. Əsərlərin mən götürüb bizim ədəbiyyat dərsliklərimizə baxanda, yəni çox təəccüblənmişdim. Əsərlərin qısa məzmunu öyrədilir. Siz gəncsiniz, yeni yəqin ki, orta məktəbi bitirmisiniz, mənə yaxşı bilərsiniz. Əsərlərin qısa məzmunu öyrədilir, şeir əzbərlətdirilmir, iri həcmli əsərlər oxunmur və s. Əlbəttə ki, biz dövrün insanını nəzərə alırıq. Dövrün insanı 30 saniyəlik, 1 dəqiqəlik hansısa kiçik video çarxlara baxmağa alışmış və alışmaqda olan insandırsa, biz onu məcbur edək ki, sən oxu Nizaminin Xəmsəsini bütöv. Təbii ki, o oxumayacaq onu. Biz bunu nəzərə alırıq. Amma eyni zamanda da mənə elə gəlir ki, məktəb bu yolda, müəllim daha çox bu yolda təslim olmamalıdır. Yəni, hər an mütaliə vərdişi yaranmalıdır ki, o mütaliə vərdişi, mən hər zaman bir məqamı deyirəm, nə qədər bayağı səslənsə də. Deyirəm ki, sizin bir təamı ortaya qoymağınız üçün sizə lazım olan məhsullar, ingrediyentlər, hansısa deyək ki, tərəvəzlər əlinizin altında olmalıdır. Dil və nitq də bu cürdür ki, sizin beyninizdə nə qədər çox söz ora göndərəcəksinizsə, hər situasiya ilə bağlı, xüsusən bu mövzuda şeir əzbərləmək çox fayda verir. Hər deməli vəziyyətlə bağlı nə qədər çox söz ehtiyatı yaranacaqsa,
dil də, beyin də o ehtiyatdan çıxış eləyib həmin o təamınızı, o ortaya qoyduğunuz şirin payı təşkil eləyəcək. Yəni siz əgər ora söz göndərməmisinizsə, məsələn bu yaxınlarda bizim kitab müzakirəmiz oldu. Bu yöndə də hansısa çalışmalarımız var. Mən baxıb görürəm ki, o gənclər ki, o insanlar ki, danışan kimi görsənir ki, o çox mütaliəli insandır. O çox rahat şəkildə fikrini ifadə eləyir. Amma o adam ki, onun mütaliə sarıdan problemləri var, yəni çox az mütaliə edib, yaxud ümumiyyətlə kitablarla dostluq etmir, o ümumiyyətlə fikrini ifadə edə bilmir. Yəni söz ehtiyatı az qala 300-500 sözdən ibarətdir, gündəlik işlənən hansı tək-tək sözlərdən ibarətdir. Və bu mənada insan olduğu mühitin ab-havasını götürür. Deyirsiniz ki, müasir gənclər rusca, türkcə, ingiliscə sözləri tapıb yerinə qoyurlar və o sözləri istifadə edirlər, jargon ifadələri istifadə edirlər. Ona görə ki, o mühitin içərisindədirlər. Kitabla bağlı olmaq üçün, kitaba hansısa mənada fokuslanmaq üçün, onunla məşğul olmaq üçün insanın o çağdaş mühitin hayküyündən biraz qopmağı lazımdır, özü ilə təkbətək qalmağı lazımdır. Bu da ardıcıl iş tələb edir və bu mənada mənə elə gəlir ki, çıxış yolu var. Əgər insan özü üçün qarşısına məqsəd qoysa ki, mənim gözəl nitq qabiliyyətim olacaq, mən auditoriya qarşısında danışanda insanları təsirləndirəcəm, o buna nail ola bilər. Və Azərbaycan ədəbiyyatından da çoxlu yazıçılarımız var ki, onların əsərləri nitqi zənginləşdirməyə fayda verə bilər. Məsələn, birini nümunə gətirə bilərəm, mən bütün tələbələrimə bunu deyirəm. Sizin tamaşaçılarınıza, izləyicilərinizə də qoy bu bir sirr olaraq açım. Yusif Səmədoğlu'nun Qətl günü əsərini mən hər il oxuyuram. Çünki burada 3 müxtəlif dövr təsvir olunur və bu 3 müxtəlif dövrün leksikonunda yazıb sənətkar bunu. Yəni 3 müxtəlif dövrün leksikonu, danışıq tərzi buradadır. Və bu sanki bir məndən ötürü bir nitq məşqidir. Dil söz ehtiyatının zənginləşməsi üçün bir təcrübədir mənim üçün bu kitabı oxumaq və bu mənada yəni bir daha söyləyirəm ki, vəziyyət o qədər acınacaqlı deyil və hansısa mənada gənclərimizin söz ehtiyatının az olmasını nəzərə almalı və həm məktəb, həm müəllim, həm də ailə buna məşğul olmalıdır. Bayaq dediniz ki, dilimizi zənginləşdirmək üçün çoxlu kitab oxumalıyıq, mütaliə eləməliyik. Əslində biz öyrənmişik ki, bir çoxlarından, xüsusən də aparıcılarımızdan eşitmişik ki, düzdür, kitab oxumaq önəmlidir, bu çox böyük bir faktordur, amma bundan əlavə yamsılama sənətidir həm də. Bu barədə nə demək istəyərdiniz? Yamsılama mən fikirləşirəm ki, bu bir tərzdir. Yəni məsələn siz gözəl bir aparıcısınız və özünüzdən əvvəlkilərin aparıcılıq məharətinə baxıb, onların üslubuna, tamaşaçı ilə energetik hansısa belə bir təmasa girməyinə baxıb, siz də bundan hansısa nəticələr çıxarıb o cür davrana bilərsiniz. Məsələn, bizim Azərbaycan televiziyasında çox gözəl aparıcılar var ki, bugün gənclərə baxanda hiss olunur ki, hə, biraz filan aparıcının məktəbi burada hiss olundu, biraz başqa bir aparıcının. Yəni bu yamsılama sənəti, yəni siz daim gözəl nitqi olan insanlarla ünsiyyətdə olsanız, sizdə hansısa bir vərdiş yarana bilər. Amma bir daha deyirəm ki, o ehtiyat sizin beyninizdə yoxdursa, siz üslubu yamsılaya bilərsiniz. Amma zəngin nitqi ortaya qoya bilməyəcəksiniz. Çünki siz verməmisiniz beyinə o məhsulu. Siz beyinə hansı məhsulu verirsiniz? 30 saniyə səssiz, qaçaraq bir video kadrlar. Məsələn, mən bugün dərslər alıram, sosial şəbəkə, SMM dərsləri, necə təqdim etmə. Daim durmadan bütün sosial şəbəkə təmsilçilərinin, təlimçilərinin dediyi bir dənə fikir var ki, qısa danış, az danış, qısa danış, 30 saniyə dinən, ilk fikri 3 saniyə deməsən və s. Amma bu üsullarla biz kütləni razı salmaqdan ötürü seçdiyimiz hansısa üsullarla bizim heç vaxt zəngin dilimiz, nitqimiz ola bilməz. Yəni nitq qabiliyyətimiz ola bilməz. Yamsılama da yalnız üslubu ola bilər. Amma siz o lazımi materialı, lazımi mənbəni, tərkibi öz beyninizə ötürməmisinizsə, ondan istədiyiniz şəkildə istifadə edə bilməyəcəksiniz. Bəs bu 30 saniyəlik, 1 dəqiqəlik videolarla
biz gənclərə necə aşılaya bilərik ki, sizə lazımdır danışmaq? Ümumiyyətlə danışa bilməmək qəbahət sayılır sizcə? Ən Bəli. azından öz dilində. Bəli, 100%dir ki, qəbahət sayılır və mən fikirləşirəm ki, yer üzündə əlbəttə ki, danışa bilməyib uğur qazanan insanlar da var. Biz bunu danmayaq. Yəni çağdaş dünyada milyonların, milyardların sahibi var ki, onlar heç də danışmadan da bu şeyləri ediblər. Amma bütün hallarda şəxsiyyətin göstəricilərindən, yəni insan özünü təqdimatının əsası, o göstəricilərdən biri onun danışıq qabiliyyətidir. Məsələn, bu yaxınlarda mən bir az qala alim səviyyəsində, mütəfəkkir səviyyəsindən bir adamın çıxışına baxırdım. Başqa bir dildə danışırdı və mən dili çox gözəl bilməyimdən asılı olmayaraq görürəm ki, insan 4-5 dəqiqə danışdı və heç nə demədi. Yəni burada ən müxtəlif şərtlər birləşir və insanın özünü, öz düşüncələrini necə ortaya qoyması məsələsi önə çıxır. Və bu mənada 30-40 saniyəlik, 1 dəqiqəlik videolarla mən hesab edirəm ki, hansısa çağırışları etmək olar. Çağırışları, siz məsələn bu verilişinizi 40 dəqiqə ərzində lazımi ideyanı tamaşaçıya ötürmək istəyirsinizsə, bunun 40 saniyəlik elə bir reklam çarxı olmalıdır ki, həmin o sizin yaşıdığınız olan, amma danışmağı bacarmayan gənc inansın ki, mən buna baxsam, buradan özüm üçün nəsə götürəcəm. Hər halda çağdaş dünyanın tələbi budur. Sən qısa müddətdə elə bir informasiyanı verməlisən ki, daha böyük məlumatı tamaşaçı səndən almaq istəsin və ona zaman sərf etməyi lazımlı bilsin. Hal-hazırda türk sözlərindən gənclər arasında çox istifadə olunur. Düzdür, bizim böyüklərimiz, valideynlərimiz də rus sözlərindən daha çox istifadə ediblər. Hal-hazırda da bu davam eləyir. Ümumiyyətlə türk sözlərindən istifadə eləməyə necə baxırsınız ümumiyyətlə? Gənclər arasında daha çox istifadə edirlər. Mən ümumiyyətlə təkcə türk sözlərindən yox, məsələn bir də bir ingilis dilli ortamlar yaranıb müxtəlif, yəni ki, ən müxtəlif ingilis dilli ifadələri işlətməklə və yeri gəlmişkən bu təkcə bizdə yox. Məsələn, Rusiyada da bu problem var. Mən rus mütəfəkkirlərində çox görürəm çıxışlarını ki, ingilis dilli, bu qədər ingilis dilli ifadələri işlətməyin deyə. Yaxud sizin söylədiyiniz kimi Azərbaycanda məsələn hətta aparıcılar var ki, onlar ingilis dilli, türk dilli ifadələri işlədirlər və sonra məsələn böyük bir kütlə, həkimlər kütləsi yaranıb. Bütün sosial şəbəkələri açırsan, birdən insana elə gəlir ki, bunlar hamısı Türkiyədə oturub uzmanlıq eləyən, özləri demişkən mütəxəssislərdir, hansılar ki, yalnız Türkiyə türkçəsində tibbi terminləri istifadə etməklə bunlar məsələn gedib Türkiyədə təhsil alıb gələn insanlardır. Türkiyə türkçəsində terminlərlə falanlarla danışırlar. Əlbəttə ki, bu bilirsiniz bir qədər tam səmimi desək, karikaturaya oxşayır. Elə deyilmi uşaqlar? Biraz karikaturaya oxşayır da. Sanki insanda belə bir təsəvvür yaranır ki, bu adam belə qarşısındakı adamı bir azacıq da məsxərəyə qoyur, ələ salır. Amma əslində dərinə gedəndə görürük ki, elə deyil də. Yəni bu adamın normal, sadə danışığı bu cürdür. Olmamalıdır və Türkiyə türkçəsində çoxlu ifadələr var ki, onların Azərbaycan dilində qarşılığı var. Yəni istifadə olunmasa daha gözəldir, daha yaxşıdır və bütün hallarda, yəni sona qədər bu fikri təsdiq etməliyik ki, insanın səlis, öz doğma dilində səlis danışması onun bir də vətənpərvərliyini göstərən cəhətlərdəndir. İnsanın şəxsiyyətinin isə təməl prinsiplərindən biri mənim düşüncəmdə və birincisi vətənpərvərlikdir. İnsan vətənini sevmirsə, ona heç vaxt bütöv şəxsiyyət demək olmaz. Bayaq siz dediniz ki, dil özlüyündə zənginləşə bilməz, amma bir də müasirləşmə prosesi var. Biz başqa dillərdən dilimizə keçən ya da keçməyə çalışan, keçid mərhələsində olan sözləri qəbul eləməsək, bəs dilimiz necə zənginləşə bilər? Təbii bir prosesdir ki, yeni sözlər gələcək. Amma artıq var olan sözləri, artıq dilin aktiv lüğət tərkibində var olan sözləri hansısa yersiz ifadələrlə müasir görünmək üçün, yaradıcı görünmək üçün, bu yeni gəncliyin sevdiyi sözlər deyək, kreativ görünmək üçün hansısa başqa ifadələrlə əvəz etməyi bəli qəbul etməməliyik. Bir növ özlərinə bazar yaratmaq üçün də bunu eləyirlər. Siz dediniz, tibb işçiləri, həkimlər, yəni o uzman görünümünü
Tamamilə qazanmaq doğrudur. üçün. Mənim çox sevdiyim Mirzə Cəlil Məmmədquluzadənin ifadəsi var. Yadınızdadır o Şeyx Nəsrullah Ölülər pyesində Şeyx Nəsrullah gəlir və insanları təbii ki, aldatmaqdır məqsəd. Onlardan istifadə etməkdir öz çirkin əməlləri üçün və başlayana danışmağa onun yanındakı o köməkçisi Şeyx Əhməd daim ona deyir ki, ərəbcədir, ərəbcədir, ərəbcədir. Mən həmişə bu ifadəni bütün dillərə aid eləmək olar ki, bəzən insanlar baxıb görəndə ki, bax bu terminlərin birini oradan qoyuruq, birini buradan götürür və həmçində bu bəli, həmçində bu terminlər belə bəzən elmi belə ancaq ensiklopediyalarda yazıla biləcək terminlər olur ki, onların vasitəsilə ancaq onları istifadə edərək danışılır. O yerdə mənim Şeyx Nəsrullah gözüm qabağına gəlir ki, deməli insan əgər sadə danışmaq, öz dilində danışmaq istəmirsə, onun heç deyə biləcəyi dərin bir fikir də yoxdur deməli ortada. Pərvin xanım, deyirlər ki, uzun danışmaq asandır, bacarırsan qısa danış. Bu fikirlə razılaşırsınız? 100%. Müasir dövr ümumiyyətlə ciddi tələblərdən biri məhz budur ki, insan öz fikrini bacardığı qədər qısa, lakanik ifadə eləməyi bacarmalıdır. Yəni, bacardığı qədər qısa, lakanik etməlidir öz nitqini və indi məsələn bəzən iclaslarda, rəsmi iclaslarda da, hansısa deyək ki, ədəbi görüşlərdə də mən uzun danışan adamları görəndə çox təəccüblənirəm ki, o çağdaş tamaşaçının hansı səbrinə hesabladı öz fikrini, danışığını ki, yəni 40 dəqiqədə insanları qarşısına qoyub mühazirə oxuyur. Hətta mən mühazirə müəllimiyəm həm də pedaqoji universitetdə. Mühazirələrimi belə daha dinamik, sanki bir müzakirə formasında qururam. Çünki sən müasir insanı qarşıma qoyub ona 90 dəqiqə mühazirə oxuya bilməzsən. Və bu mənada qısa, lakanik danışmaq əslində insanın istedadının bir göstəricisidir. Yəni, sən hansısa bir zaman müddəti seçirsən və o müddətin içərisinə öz ideyalarını yerləşdirirsən və ən dolğun şəkildə, deyək ki, 5-7 dəqiqə ərzində ən dolğun şəkildə təqdim edirsən izləyicinə, dinləyicinə və s. Bəs sizcə qısa danışmaq, qısa yazmaq ədəbiyyatı, sənət ruhunu, yaradıcılığı öldürmür? Xeyr. Çünki qısa danışığın içərisində elə bir ifadə ilə deyə bilərsən ki, məsələn, mənim pyeslərimdə çox olur belə mübahisələr. Mən aktyordan xahiş edirəm ki, mənim sözümü dəyişmə. Mənim bir cümlə ilə dediyim hansısa fikrin arxasında o qədər dərin mətləblər var ki, biz daha bol vaxtımız olanda mən o sirləri sizə açaram. Bu qədər dərin mətləblər var ki, məsələn, o cümləni aktyor dəyişəndə tamamilə həmin o ideya ölmüş olur, itmiş olur. Ona görə də az sözlə də, məsələn, mənim ən sevdiyim sənətkarlardan biridir Çexov. Onun yəni qısa hekayələrində bir romanlıq ideya var. Amma bununla bərabər Çexovu deyirik, amma Şekspirin də öz yeri var, uzun yazsa belə, Tolstoyun da öz yeri var. Bizim ədəbiyyatımızda da cild-cild əsərləri olan ayrı-ayrı sənətkarların da öz yeri var. Ona görə də məncə istənilən halda danışıqda, nitqdə qısa danışıq əsas hədəf olmalıdır. Pərvin xanım, biz sizə təşəkkür edirik. Siz bizim layihəmizin ilk qonağısınız. Ümid edirəm həm sizin üçün, həm bizim üçün uğurlu olar. İnşallah ki, uğurlu olar. Təşəkkür edirik, vaxt ayırıb gəldiniz və fikirlərinizi bizimlə paylaşdınız, bölüşdünüz. Çox sağ olun. Mən də sizə təşəkkür edirəm. Çox çətin və məsuliyyətli bir yol seçmisiniz və əminəm ki, bu yolda çoxlu uğurlar qazanacaqsınız və hətta elə izləyiciləriniz olacaq ki, onlar sizə yazacaqlar ki, mən danışmağı bacarmırdım, mən danışanda kompleks keçirirdim, amma sizə qulaq asandan sonra filan üsulları yoxladım və mən indi daha gözəl danışıram və əsas nəticə də budur, yəni hədəf bu olmalıdır ki, siz yeni gələn nəsillərə, gənclərə təsir edəsiniz, onlarda öz doğma dilinə sevgini aşılayasınız. Sizə uğurlar arzu edirəm.